Bir adam deyəndə ki, birində vilayət etiqadı varsa, onun qəlbində bir nur var və bu nur onun günahlarını əridib aradan aparacaq, o saat ilə günahı asanlaşdırma cəmaata. Dəstəbazlıq eləməyin. Amma bu bir göstəricidir. Mən əksinə deyirəm ki, insan bunu başa düşsə daha rahat günahı tərk eləyər. Ona bir dəfə deyərsən ki, günah səbəb olur ki, Hüseyndən ayrılasan, Əlidən ayrılasan. Kifayət edir ona. Dinin kökü imamətdir. Dinin kökü imamətə etiqaddır. Bir adam bunu qəbul edirsə, bu göstəricidir ki, bunun ruhunda bir nuraniyyət var, bir təvazukarlıq var ki, bu etiraf edə bilir ki, filan kəs mənim imamımdır. Onun qabağında təvazukarlıq edə bilirsə, özünü kiçildə bilirsə bir fəzilətli şəxsin qabağında bu az bir şey deyil. Buna etiqad deyib üstündən keçməyin. Bu böyük bir göstəricidir insanın ruhu vəziyyət haqqında. Bunun ruhunda bir təvazukarlıq var. Sən də onun 5-10 dənə günahını, xətasını tez bağışla. Deyirəm, qurban olsun o etiqadı var. Çünki bu səndə varsa, səndə bu nur da var. Səndə bir mənəvi təmizlik də var. Adam var, nəyimə lazım? Onun əqidəsi özü üçündür. Sən onun əqidəsinə hörmət elə. Çünki o bura qədər gəlib özünü sındıra bilib və bu balaca bir şey deyil. Bir adam özündən üstünü etiraf eləyə bilsin. Odur ki, dini dəyərlər çoxdur. Ağıllı adam o deyil, yaxşını pisdən ayırsın. Yaxşını pisdən ayırmaq üçün o qədər də ağla ehtiyac yoxdur. Ağıllı adam odur ki, yaxşı ilə daha yaxşını seçə bilsin. Dinin məfhumları yan-yana düzəsən, biləsən ki, hansı ana dəyərdir, hansı törəmə dəyərlər. Bu mühümdür. Din bu deyil ki, yaxşılıqları yan-yana düzəsən. Yaxşılıqların içində təməl hansıdır, onu tapasan. Pisdən daha pisinə də onu tapasan. Bu çox önəmli məsələdir.